Sonra Buxarə rəhməhullah buyurur və İsmu mən fətəthul asr, yəni əsr namazının vaxtından ötürəni günahı. Və burada Peyğəmbər sallallahu İbn Ömər radiyallahu anhuma rivayetindən buyurur ki, o adam ki əsr namazının vaxtından keçirir, elə bir ki malın və ailəsini itirir. Elə bir ki malın və ailəsini itirir. Və burada göstərir Rasul sallallahu aleyhi ve sellem namazı keçirmək məsələsini, yəni vaxtından ötürmək. Və burada məqsəd odur ki, yəni oyaq olarkən, oyaq ağlın yerində. Amma birdən yatmısan keçib və ya tutaq ki, özü itirmirsən və ağlın gedib, sonra gəlib, görmürsən namaz keçib, o başqa. Amma belə namaz, elə bir ki, Peyğəmbər salsın buyurur, deməli, elə bir malın və ailəsini itirib. Və məhz əsr namazı orada qeyrələn, ümuməndir. Ümumən, həm sübhü də belədir, həm zöhrü də, həm məğribi də, həm işanı. Lakin əsr, ümumiyyətlə namazların içində əsr və xüsusən də sübh. Belə baxanda müəyyən xüsusiyyətləri var. Neysə, Rasul salsın buyurur ki, kim 2 dənə soyuq namazı qılsa, daxil olsa cənnətə. Və soyuq namaz sübhlə əsrdir. Çünki o vaxt hava sərinləşir, artıq sərinləşməyə gedir. Və məsələn, burada qeyd olunur. Həmçinin hələ bu hədis, buna oxşar hədislər çoxdur. Və lakin hər hədis üçün fəzilət var, yəni hər namaz üçün. Onu göstərir ki, səbəbsiz namazı gecikdirən və xüsusən də əsri elə bir malın və ailəsini itirir. Və burada təbii ki, namazı itirmək. Lakin birinci məsələ odur ki, əgər birdən adam tövbə edir, gəlir, məsələn, tutaq ki, 30 yaşında biri İslam'a qəbul edir, müsəlman olur. Bundan qabaq ki, orası müsəlman idi. 2-3%'dir. İndi o neynəməlidir? 30 yaşlı qabaq, tutaq ki, 15 ilin namazını qılmalıdır? Cavab yox. Çünki o İslam'a yanında tövbə edir. O tövbə neynir? Yuyur günahları. Əgər desək ki, namazı yumur, deməli tövbə hər şeyi yumur. Tövbə hər şeyi yuyur. Elə deyil. Var elə şey ki, tövbə yumasın. Tövbə hər şeyi yuyur və namaz qılmamaq da özü böyük günahlardan biridir. Ən pis günahlardan araq içməkdən də böyük günahdır. Namaz qılmamaq. Məsələn. Və lakin Allah s.ə.v. bağışlayır, tövbə eləyib, əgər insan tövbə etsə və həmçinin ikinci məsələ də insan özün o qəzalarla başını qatanda, təsəvvür edin, 15 il məsələn qəza. Hələ qəzanı qılınca nafilə namazları qıl, onun yerinə elm öyrən, o səndən yaxşı, yəni sənin üçün daha yaxşıdır o qılan üçün. Ona görə yəni faydasız şeylərlə vaxtını keçirmək düzgün deyil. Amma tutaq ki, birdən adam namazını gecikdirib, qılmayıb, yəni bir gün keçib, onu qıl yenə. Heç namaz 2 gün keçib qıl. Amma 3-dən, 4-dən artıq gün keçibsə, o namazı qılma daha. Keçdi, tövbə elə. Tövbə elə, daha qılma. Aydındır? Ancaq məsələn bir gün keçsə, 2 gün heç nə olmaz. Qıl yenə inşallah, qəzaya qoyma. Təbii ki, burada qəza nəzərdə tuturuq, birdən insan yatıb qalsa və ya tutaq ki, bir özünü itirsə, huşu geçsə, sonra ayətsə, bu cür. Amma təsəvvür olunmur, oyaq, ağlı yerində və oyaqdır, yatmayıb, namazı keçirəsən. Bunu xavariclər və onlara oxşayanlar, onların quyruqları, necə deyirlər. Və deyirlər ki, günah əhlin kafir sayırlar. Günah əhlin kafir sayırlar. Aydındır.
Çünki əgər bir dənə günah namaz qılmırsa, bir dənə namazı tərk eləmək, əgər bütün əməllər batıl eləməkdirsə, günahkar da, yəni onun taşı namaz qılmır, o da kafirdir deməli. Daha müsəlman da öyle əməli qalmıyor, xeyr əməli kafir oldu. Olan ki, səhih budur ki, yəni dəlillərə bu cür yanaşmaq düzgün deyil. Dəlillərə deməli, bu cür yanaşmaq düzgün deyil. Və burada sonra Buxari rəhməllah buyurur, bəb fadlı salat-ı əsr. Sonra əsr namazının fəzilətindən danışır. Və burada Cəririn rivayətində deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Peyğəmbər sallallahu yanındaydıq və aya baxdı. Və aya baxanda dedi ki, siz Allahı görəcəksiniz, necə ki bu ayı görürsünüz. Yəni qiyamət günü. Siz Allahı görəcəksiniz, necə ki bu ayı görürsünüz. Ona görə deməli xüsusən günəş çıxan vaxtı və günəş batan vaxtı namazlara fikir verin. Günəş çıxan vaxtı və günəş batan vaxtı. Sonra bu ayəni oxudu ki, وَصَبِّحْ بِحَمْدِ رَبِّكَ قَبْلَ طُلُوعِ الشَّمْسِ وَقَبْلَ الْغُرُوبِ. Yəni Allah Subhanahu Qaf surəsinin 39-cu ayəsində buyurur, Allahı təsbih və həmd et, Rəbbivi günəş çıxanda bir də batanda. Yəni bu göstərir əsr, bir də sübh namazın. Və burada məqsəd də odur, sübhlə əsr. Çünki başqa hədisdə Buxari gətirməklə göstərir ki, söhbət zöhrlə əsrdən gedir. Çünki sonra Abu Hureyra rivayətini gətirir, deyir ki, mələklər dəyişirlər növbələrin sübhlə əsr vaxtında və əsrdə, məsələn, dəyişənlər qalxırlar səmaya, Allah subhanətlə soruşur, bəs mənim qullarını necə tərk elədiniz? Baxmayaraq bilir, Allah üçün soruşur. Onlar da deyirlər ki, onları qəbul eləyəndə, səhər gələndə, gördüyü ibadətdədirlər, dəyişəndə də, qaydanda gördüyü ibadətdədirlər. Bunu göstərir ki, söhbət sübhlə əsrdən gedir. Yəni sübhlə əsr namazından. Və bu onu göstərir ki, Allahı görmək istəyirsənsə, xüsusən bu namazlara, çünki namaz qılmayan Allah bilir, görəcək. Amma çünki namaz qılan tövhid əhli inşallah Allahı görəcək qiyamət günü. Çünki Allah subhanətlə buyurur, Vucuhun yevmə idin nazira ilə Rabbihə nazira. Qiyamət surəsi 23-cü ayələr ki, o gün üzlər baxacaqlar Allah subhanətlərin cəmalına. Yəni Allahı baxacaqlar, görəcəklər. Allah subhanətlə bizi onlardan etsin inşallah. Və lakin onlar ki, deyirlər, görməyəcəyik, heç nə olmaz. İstəyirlər, görməsinlər. İstinad ediblər o ayəyə ki, hansı ki, Musa aleyhissalam deyir ki, ya Rabbi, göstər mənə özüvə, mənə göstər özüvə. Və bu vaxt Allah subhanətlə deyir ki, lən tərani, məni görməzsən. Və lakin bu ayə tam oxusan, bu ayənin mənasını başa düşərsən. Çünki ayə yarımsı oxusan da aydın deyil, elə deyil. Yaxşı, ayədə deyir ki, Musa deyir ki, istəyir ki, Allah göstərsin özün. Yəni, göstər özün. O da deyir ki, görməzsən. Sonra deyir, nəyə görə görməzsən? Səbəbin deyir. Deyir, bax dağa. Əgər dağ davam getirsə, yəni mənası, əgər dağ davam getirsə, onu da görərsən. Əgər o vaxt ki, Musa görür ki, dağ davam getirə bilmədi, Musa başa düşdü ki, Musa güclüdür, yoxsa dağ. Əlbəttə dağ o idi, dağ xaliqi görməyə gücü çatmadırsa, Musa necə görəcək? Yəni, ayəni tam oxuyanda, görürsən ki, yəni Musa istədi bu dünyada görsün. Və bu dünyada şəkilsi ki, Allahı görməzlər. Amma ahirətdə görəcək möminlər inşallah. Allah subhanətlə yenə bizi onlardan olsun inşallah. Sonra həmsinin, yəni Buxari, rəhməlullah, yəni Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədislər xüsusən göstərir ki, sübhlə deməli, əsr namazına ayrıca deməli muvazib olmaq lazımdır. Yəni, ayrıca fikir vermək lazımdır ki, bu iki namaza laqiq yanaşmaq olmaz. Və həmçinin burada Allah subhanətlə soruşur, necə tərk edirsiniz mənə qullarımı? Yəni,
siz gələndə axırıncı əməllər nə idi? Və Allah subhanətə buna işarə edir ki, yəni əməllər axırıncı əməllərə görəcək. Yəni əməllər əsas hesabat olacaq. Axırıncı əməl necə sifətdə ölmüsən, o cürdə qalxacaqsan. Yəni küfür kimi ölmüsən, küfür kimi qalxacaqsan. Mömin kimi ölmüsən, mömin kimi qalxacaqsan. Çünki orada Allah subhanətə deyir, necə təkil edir qullarını? Onlar da deyirlər ki, bəs tərk elədik, onlar namaz qılırlar. O mühümdir. O mühümdir, axırıncı əməl. Ona görə ölüm vaxtı bilmədiyinə görə, birdən gəldiyinə görə həmişə müsəlman gerək hazır olmalıdır ölmə. Və hazır olanda da gerək əməlləri düzgün olmalıdır ki, öləndə axırıncı əməlləri müsəlmanın mömin əməllərindən olsun. Aydındır? Və bu ona mühüm məsələdir. O sonra ikinci hədisdə Rəxməhullah düzdür, danışır mələklərin dönməsi, gedməsi və bunlar hamısı aydın da bunu nesil eşitmişik. Və sonra Buxarə Rəxməhullah əsr namazının axırıncı vaxtına danışır. O qalsın inşallah gələn rəsməsi Allah bilir.